Salam aleykum. Sizə bir dənə yaxşı ev çıxaracağım. 31.000 manat. Verdin, bu evi verdim sənə. Oldu nə dostlar? Gəllə mənə. Nəqd qiymətdə, kredit deyil. Harda? Masazırda. Masazırda 6 nömrəli məktəbdən gəlirsən aşağı. Favoritdən sola dönürsən, gəlib çıxırsan bu evin üstünə. Ancaq marşrutdan biraz içəridə, harasa 300, 400, 500, yalan deyərəm. Nə qədər içəridirsə onu deyə bilmərəm. Kimlər də dostlar ev satmaq istəyirsə müraciət edə bilər. Çəkiliş pulsuzdur. Gəlirəm, çəkirəm, pulumu alıram. Satandan da, alandan da. İndi bəziləri var, alandan almır, onu öz şəxsi işidir. Mən onun işinə qatışa bilmərəm. Mən ancaq alandan da pulumu alıram. Yəni bu başdan deyim. Çünki əziyyət çəkirəm də qardaş. Təpiyi döyürəm, boğaz yoruram. Yəni bunlar hamısı şərtdir. Masazır, Xırdalan, Ökməli Qobu yolu, Qobu Lökbatan yolu, Sultəpə, Xocasən kimi ev satmaq üçün müraciət edə bilər. 31.000 manat, kupçalı, qazı, suyu, işığı hamısı var. Nəqd qiyməti kredit deyil. 31.000 verdin, bu evə köçdün, yaşadın. Bir dənə evin içində sizə göstərək. Girən kimi bizi mətbəx naxadı qarşılayır. Baxın, naxadı. İstəsəz, xunayı buradan bölə bilirsiniz. Yəni, böldünüz, böyle at-dönüb xunavuz oldu. Yəni, qiymət həqiqətən də çox gözəl qiymətdir. Masazırda, yəni 31.000 manata 2 otaq bir mətbəx, bu dəqiqə kupçalı həqiqətən də yoxdur. Yəni, mən görməmişəm. Həyəti də temboli var. Ancaq bir dənə yenə deyirəm, biraz yoldan içəridir. Qiymət də əla bir qiymət, pis qiymətdir. Burada da geniş belə bir yataq otağımız var, zalımız var, görürsünüz, zaldır. Çox genişdir, yəni səliqəli tikilib 31.000 verirsən, bu evi verirəm sənə. Burada da var belə bir geniş yataq otağımızdır, çox genişdir, cütdaşdır, kupçalıdır, qazı var, suyu var, işığı var, hamısı var. Yəni ev yiyəsinin dediyinə görə burada da hamam samuzelimizdir. Baxın, burada da umvalnikdir, qoyub özü üçün umvalnikin yeridir. Yəni kanalizasiyaları var, əl-yüzü yudum burada, çıxdın, getdin. Yəni qiymət həqiqətən pis qiymət deyil. Qiymət çox gözəl bir qiymətdir. Yenə deyirəm, kimlər də ev satmaq istəyir dostlar, bizə deyə bilər.